Salamlar. Dünən Instagramda səhifəmdə belə bir post paylaşdım və hekayə bölməsində paylaşdım daha doğrusu. İndi isə mən bu sualın sizlər üçün izahını bölüşəcəm. My children didn't like the food. I did. Baxırıq cümləmizə. Biz bilirik ki, qısa cavabı təsdiqdə so do I, inkarda isə nazə do I ilə göstəririk. Və burada biz baxırıq ki, sona nazə bir cümlədə olmaz. Neither not bir cümlədə iki inkar olmaz. So either olmaz. Çünki either inkardan sonra gəlməlidir. Doğru cavabımız D variantıdır. But I did. Ziddiyyət var. Mənim uşaqlarım yeməyi bəyənmədi, lakin mən bəyəndim. İndi isə deməli gəlin keçək digər bir sualın izahına. Instagramda səhifəmdə çoxlu belə suallar bölüşürəm və bölüşməyə davam edəcəm. Which sentences can't be changed into passive və sualların yazılması da özümə məxsusdur. Hansı cümlələr passivə keçə bilməz? Biz bilirik ki, tamamlığı olmayan cümlələr passivə keçə bilməz. Deməli, gəlin nəzər yetirək. Birinci, she looked through all the information exactly. O, bütün informasiyanı dəqiqliklə nəzərdən keçirdi. Biz baxırıq ki, o, yəni she, subject, looked through, qısaca yazacağım baş hərflərlə verb. All the information isə olacaq deməli, information, object, yəni tamamlığımız. Nəyi? Məlumatı. Bu zaman cümlə məhcula keçə bilər. Yəni bir keçə bilər. Bir olanları çıxırıq. Maria gave me an important message from the boss. Maria müdürdən mənə vacib bir mesaj verdi. Maria subject, gave verb, me artıq mənə tamamlıqdır. Objectdir. An important message, bu da objectdir. 2 tamamlığımız var. Deməli, burada 2 keçə bilər, 1 də keçə bilər. Cavab avtomatik 3-4 qaldı. I returned from Baku 2 days ago. Mən 2 gün əvvəl Bakıdan qayıtdım. I subject, returned, qayıtmaq verb. From Baku hardan, bu place-dir, yer. 2 days ago, bu isə time-dir, zaman. The manager was so furious, bu da as səhv düşüb, because of the project. Rəhbər, müdür, layihə ucbatından qəzəbli idi. Manager olacaq subject, was a verb, qəzəbli idi, yəni was so furious, elə bütövlükdə xəbər gedir, because of the project. Bu isə səbəb zərfliyi gedir. Daha çox izahlar üçün YouTube kanalıma abunə olmağı və məni Instagramda izləməyi unutmayın. Dərslərimlə bağlı Instagram direktdə yaza bilərsiniz. Növbəti videoda görüşənədək və sağ olun.